Hər vaxtınız xeyir. Bugün İslam aləminin ən özəl günlərindən biri olan Məbəs günündən danışacağıq. Daha doğrusu, bugünə məxsus əməllərdən. Gəlin birlikdə görək, bu mübarək gündə hansı ibadətləri etmək tövsiyə olunur? Yaxşı, əvvəlcə başlayaq görək, Məbəs günü nə deməkdir? Bu, Həzrəti Məhəmmədin peyğəmbərliyə seçildiyi gündür. Yəni, əslində bəşəriyyətin mənəvi tarixində demək olar ki, bir dönüş nöqtəsidir. Elə buna görə də İslamın ən böyük bayramlarından biri sayılır. Deməli, bu gün nələrdən danışacağıq? İlk olaraq Məbəs gününün əhəmiyyətinə baxacağıq, sonra oruc və qusul, salavat və ziyarət kimi əməllərdən danışacağıq. Daha sonra çox xüsusi bir 12 rükətli namaz var, ona aydınlaşdıracağıq və sonda da bu günə məxsus dualar və zikirlərə nəzər salacağıq. Gəlin elə işin təməlindən başlayaq. Məbəs gününün əhəmiyyəti nədir? Ümumiyyətlə, bu günü bu qədər xüsusi edən nədir? İndi isə keçirik ilk tövsiyə olunan əməllərə, oruc və qusul. Bu, günə həm fiziki, həm də mənəvi bir təmizliklə başlamaq üçün ilk addımlardır. Deməli, ilk tövsiyə olunan əməl qüsl etməkdir. Bu, sadəcə bədənin yuyulması deyil, eyni zamanda mənəvi bir hazırlıqdır. Bu günün bayram əhəmiyyətini vurğulamaq üçün atılan ilk addım məhz budur. Baxın, elə Peyğəmbərimizin öz hədisində də bu açıq aydın deyilir. Allah Taala bu günü müsəlmanlar üçün bir bayram elan edib. Və tövsiyə də budur ki, həmin günü qusl alınsın. Bu, birbaşa mənbədən gələn bir təsdiqdir. Qüsüldən sonra ikinci çox önəmli əməl isə oruç tutmaqdır. Və inanın ki, bugünün orucunun savabı, yəni mənəvi mükafatı həqiqətən də çox böyükdür. İndi gəlin, İmam Sadiqdən nəql olunan bu rəvayətə diqqətlə baxaq. Buradakı mükafatın miqyası əslində bugünün əhəmiyyətini çox gözəl göstərir. Deyilir ki, kim Rəcəb ayının 27-ci günü oruç tutsa, Allah onun üçün 70 ilin orucunun savabını yazacaq. 70 il. Bir anlıq düşünün, bircə günlük orucun savabı 70 illik oruca bərabər tutulur. Bu, sadəcə bir rəqəm deyil, bugünün mənəvi dəyərinin və bərəkətinin nə qədər yüksək olduğunun bir göstəricisidir. Maraqlıdır ki, başqa bir rivayətdə bu savab 60 ay olaraq da göstərilir. Yəni, rəqəmlər fərqli ola bilər, 70 il və ya 60 ay. Amma əsas məsələ, əsas mesaj dəyişmir. Bugün tutulan orucun savabı hədsiz dərəcədə böyükdür. Yaxşı, oruc və qüsl haqqında danışdıq, indi isə keçirik salavat və ziyarətə. Yəni, qəlbimizi Allahı və onun sevimli bəndələrini xatırlamaqla nurlandırmağa. Deməli, bugün tövsiyə olunur ki, tez-tez salavat deyək. Eyni zamanda Peyğəmbərimizi və İmam Əlini ziyarət etmək də çox bəyənilən bir əməldir. Və ən gözəli nədir bilirsiniz? Bu ziyarətləri etmək üçün fiziki olaraq orada olmağa ehtiyac yoxdur. Uzaqdan da bu mənəvi ziyarəti reallaşdırmaq mümkündür. İndi isə gəldik günün ən təfərrüatlı və xüsusi ibadətlərindən birinə. Bu, 12 rükətli bir namazdır. Gəlin görək necə qılınır. Bu namaz İmam Cavvaddan nəql olunub, deməli 6 dəfə 2 rükət şəklində qılınır, yəni sübh namazı kimi 6 dəfə və hər 2 rükəti bitirib salam verəndən sonra müəyyən zikirlər var ki, onları oxumaq lazımdır. Deməli, hər 2 rükətdən sonra salam veririk və ardınca bunları edirik. Birincisi, Həmd, Fələq və Nas surələrinin hərəsini 4 dəfə oxuyuruq. Sonra 4 dəfə təsbihat-ı ərbəə deyirik. Üçüncü addım. 4 dəfə Allahu Allahu Rabbi la uşriku bihi şey'a deyirik. Və nəhayət, 4-cü addım olaraq 4 dəfə də la uşriku bi Rabbi əhədə deyirik. Çox sadədir, hər şey 4 dəfə təkrarlanır. Yaxşı, 12 rükətli namazı qıldıq. Amma ibadət bununla bitmir. İndi növbə xüsusi dualar və zikirlərindir. Bu 12 rəkətli namazı bitirdikdən sonra Əbülqasim Hüseyn ibn Ruhdan nəql olunan çox gözəl bir dua var. Bu dua, sanki qıldığımız namazın bir tamamlayıcısı, mənəvi bir tacıdır. Duanın başlanğıcı çox güclüdür. Baxın, deyilir, həmd səna özünə övlad götürməyən, mülkündə şəriki olmayan Allaha məxsusdur. Yəni, elə ilk cümlədən Allahın təkliyi, tohid prinsipi bir daha vurğulanır. Və bu, ümumi həmd sənadan sonra dua daha şəxsi bir məcraya yönəlir. İnsan öz acizliyini etiraf edərək yalvarır. Eyiblərimi ört, qorxumu əminamanlığa çevir, xətalarımdan keç. Bu, həqiqətən də çox səmimi bir yalvarışdır. Namaz və o xüsusi duadan sonra da bir sıra zikirlər var. Baxın, siyahı belədir. Həmd, İxlas, Fələq, Nas, Kafirun,
Qədir surələri və Ayətəl Kürsi. Bunların hər biri 7 dəfə oxunmalıdır. Bu təkrarlar ibadətin təsirini və gücünü daha da artırır. Surələrdən əlavə 2 xüsusi zikir də var. La ilahə illəllahu vallahu əkbər ilə başlayan zikir və Allahu Allahu Rabbi la uşriku bihi şeyə zikri. Bunların da hər birini 7 dəfə təkrarlayırıq. Və bütün bu namazları, duaları, zikirləri yerinə yetirdikdən sonra nəhayət o ən səmimi məqam gəlir. Artıq öz şəxsi istəklərinizi, yəni hacətlərinizi Allaha ərz edə bilərsiniz. Bu, bütün ibadətlərin gözəl bir yekunudur. Bugün üçün tövsiyə olunan başqa dualar da var. Məsələn, İqbalun Əmal kitabından götürülmüş, bu cümləyə baxın necə də təsirlidir. Ey əff və güzəştə əmr edən, məni də əff et və günahlarımdan keç. Ey kərim olan. Bu bir neçə kəlmə əslində məbəs gününün bütün ruhunu ifadə edir, bağışlanma ümidini. Beləliklə, Mənbəs gününün əsas əməllərini birlikdə nəzərdən keçirdik. İndi isə əsas sual sizədir. Siz bu mübarək günü necə dəyərləndirəcəksiniz? Onun o dərin mənəvi ruhu ilə necə bir bağ quracaqsınız? Ümid edirəm ki, bu söhbətimiz sizin üçün faydalı oldu. Allah ibadətlərinizi qəbul etsin.